Salam dostlar, YouTube kanalıma xoş gəlmisiniz. Bu günlərim InShot'da necə video hazırlanır, onu sizə göstərəcəyəm. Əgər siz şəkil üzərində edit etmək istəyirsinizsə, buradan şəkilə tıklayacaqsınız. Ancaq video montajı edəcəksinizsə, videoya daxil olursunuz. Buradan yeni yarata vururuq və istədiyimiz hansısa bir videonu götürürük. Mən izah üçün, videoda izah üçün boşu seçirəm. Yəni qara ekran. Əgər siz buradan gördüyünüz bu hissədə, Canvas hissəsində videonun ölçüsünü istəsəniz uyğun bir şəkildə istədiyiniz formada götürə bilərsiniz. Böyük, kiçik və yaxud istədiyiniz ölçüdə. Ya Instagram, ya Shorts, ya YouTube, ya TikTok bu ölçülərdə götürə bilərsiniz. Mən YouTube ölçüsünü deyək seçirəm. Qaranlıq düşməsin deyə buradan fon hissəsinə daxil oluram. Fonu istədiyiniz rəngdə seçə bilərsiniz. Məsələn, ağ, boz, qara, qırmızı, istədiyiniz formada. Biz ağ fon seçək. Videonun uzuntusunu isə buradan aşağı hissədə, baxın, gördüyünüz bu hissədən uzadıb çəkə bilərsiniz. Ya da qısalda bilərsiniz. Deyək ki, videonun bəzi hissəsini geri qaytarıb kəsəndə qarşı hissə silinəcəkdir. Onda buradan gördüyünüz slip hissəsinə toxunursunuz və iki parçaya ayırırsınız. Videonun istəsəniz bu hissəsini geri qaytararsınız, istəsəniz daha da uzadarsınız, həmin hissənin təkrarını görmək üçün. Videoya musiqi haradan əlavə olunur? Burada audio hissəsinə daxil olursunuz. İstəsəniz InShot'un öz effektlərindən istifadə edə bilərsiniz. Məsələn, populyar səslərinə girib bu cür səslərdən istifadə edə bilərsiniz. Müxtəlif səslər var. My Music, yəni mənim musiqilərim hissəsindən daxil olub musiqilərinizi əlavə edə bilərsiniz. Buradan InShot'un özündən axtarışa verib videolar seçib götürə bilərsiniz. Mən istəsəm öz telefonumdakı videoların səsindən də istifadə edə bilərəm. Ona da buraya toxuna bilərsiniz. Biz səs əlavə eləmirik. Və etiket əlavə etmək istəyirsinizsə, məsələn, videolarınıza smayliklər əlavə etmək istəyirsinizsə, buradan etiketə, mətn əlavə etmək istəyirsinizsə buna, başlıqlar əlavə etmək istəyirsinizsə buna və əgər videoda kiminsə üzü düşməsini istəmirsinizsə, bu effektdən istifadə edə bilərsiniz. Yumru, ürək formasında, damcı şəklində göstərə bilərsiniz. Seçib insanın üzərinə pipləyə bilərsiniz. Və buradan qaralama şəkili seçib ekranda istədiyiniz formada yaza bilərsiniz. Bu cür. Və bu hissəyə toxunub silə bilərsiniz. Və yaxud buradan yazıb silə bilərsiniz. Yəni fərqi yoxdur. Bu da ölçüsünü seçə bilərsiniz yazının. Məsələn, bu cür yazıramsa ölçüsünü böyük seçsəm bu boyda düşəcək. Və keçək növbətiyə mətn hissəsinə. Mətni ayrı-ayrılıqda seçə bilərsiniz. Mətn hissəsinə girdiyiniz zaman burada mətnə girəndə eyni şey alınır. Burada mətnə daxil olub, məsələn, abunə
ol yazırıq. Buradan bu hissə kilidlədikdə yazının rəngini, aşağıda isə yazı formalarını görə bilərsiniz. Qırmızı rəngdə və yaxud bu belə yazı formaları. Mən videolarını demək olar ki, çoxunda bundan istifadə edirəm, çünki çox səliqəlidir. Burada sərhəd, yəni yazısı arasındakı qalınlığı, yazının kənarındakı qara qalınlığı ölçüsünü seçə bilərsiniz. Videonun kənarındakı qara qalınlığı da özünüz ölçüsünü seçə bilərsiniz. Buradan kölgə hissəsinə keçib yazının kölgəsini seçə bilərsiniz. Məsələn, maksimum sola doğru, sağa doğru seçə bilərsiniz. Və yaxud da aşağı yuxarıya. Burada isə onun dolğunluğunu göstərə bilərsiniz. Ya 0 olduqda tam yazının əksi aşağıda düşür. Belə isə kölgəli olur. Belə daha yaxşıdır məncə. Burada isə kölgənin şəffaflığını seçə bilərsiniz. Məsələn, daha şəffaf ya da daha biraz şəffaflığı az. İşıq seçə bilərsiniz. Video şəkliniz daha işıqlı olsun deyə. Qara fonda daha yaxşı düşür. Etiket, yazının arxa fonunu seçirsiniz. Məsələn, qara formada. Arxa fon belə, belə. Bu cür yazı formalarını da seçə bilərsiniz. İstədiyiniz kimi. Və şəffaflığı da 100%-dir. Əgər 0 olsa görünməz. Sonra gəldik bu A yazılan hissəyə. Burada yazının formasını seçə bilərsiniz. İstəsəniz belə, istəsəniz bu cür. Müxtəlif yazı formaları var. Mən ən çox videolarımda bundan istifadə edirəm. Və buraya gəldik. Burada mətnin böyüklüyünü, kiçikliyini, ancaq bunu siz öz əlinizlə edə bilərsiniz. Və mətnin alt-alta yazsaq, məsələn, aşağıya like at yazsaq. Yəni də buradan yazının bu cür qalın, böyük, üstə, altı xətli olmasını və yaxud bu cür yazılmasını da, böyük hərflərdən yazılmasını da özünüz nizamlaya bilərsiniz. Və burada yazı formaları var. Bu cür yaza bilər. Dalğalı, ürək formasında. Biz normal yazı formasını seçirik. Sonra bu gördüyünüz hissədə alt-alta yazı formasıdır və yaxud sol tərəfdən, ortadan, sağ tərəfdə alt-alta yaza bilərsiniz. Videolarda səliqəli alınması üçün ortadan yazı növündən istifadə etmənizi məsləhət edərəm. Və burada alt-alta yazının ölçüsünü, bir-birləri ilə uzantısını seçə bilərsiniz. Bu cür etsəniz, yazı bu cür olar. Belə etsəniz çox sıx. Amma biraz aralamaq da yaxşıdır. Və gördüyünüz bu hissədə yazının ekrana gəlmə şəkillərini görəcəksiniz. Və bu cür vaxtını da seçə bilərsiniz. Bu cür ekrana sağdan, soldan, aşağıdan, yuxarıdan daxil ola bilər. Və aşağıdakı yazı tiplərindən də seçə bilərsiniz. Və yaxud eynisinin yox oldu formasını. Lop yalnız yazını hərəkətdə saxlayır. Və mətndən çıxdıq, effekt hissəsinə daxil olduq. Buradan effekti istədiyimiz kimi seçə bilərik.
Prosto burada özümüz nizamlaya da bilərik. Biz şəkil seçmədiyimizə görə bunlardan istifadə etmirik. Və sonra gəldik pip hissəsinə. Pip hissəsində ekrana əlavə şəkil əlavə edə bilərik. Burada müddət, şəklin müddətini seçə bilərsiniz. Amma video çəksəniz burada müddət olmayacaq. Müddətini özünüzdən nizamlaya bilərsiniz şəkildə. İstəsəniz 10 saniyə, istəsəniz 1 saat, istəsəniz 100 saat. Bu özünüzdən asılıdır. Və burada slip etdikdən sonra kəsdiyiniz hissəni silə bilərsiniz. Slipi başa saldım. Həcmi, videonun həcmini, şəkildə səs yoxdur deyinəm. Burada istifadə etmirik. Fon göstərdiyim kimi ağ rəngdə, qara rəngdə istədiyiniz şəkildə edə bilərsiniz. Sürət burada video olsa videonun sürətini 100x etsəniz daha sürətli olacaq. Aşağı etsəniz videonun sürəti çox az olacaq. Animasiya videonun, şəklin ekrana gəlmə formasıdır. Və burada dəstəklənməyən format yazmasının səbəbi isə şəklin olmamasıdır. Və burada şəkil əlavə etsəydik, bu hissədən şəklin ölçüsünü qırpıb götürə bilərdik. Dəyişdirmək isə hansısa bir şəkillə yerini dəyişdirə bilərsiniz. Burada kəsib çıxartmaqda hansısa bir şəkildə insan varsa, yazı varsa onu buraya daxil olub kəsib çıxarda bilərsiniz. Maska burada önəm daşıyan bir şeydir. Əgər kanalınıza profil şəkili falan seçirsinizsə, maskadan istifadə edə bilərsiniz. Şəkili seçib maska formasına sala bilərsiniz. Şəffaflıq, şəklin şəffaflığını seçə bilərsiniz. Yerini dəyişdir, hansısa bir şəkildə yerini dəyişdirə bilərsiniz. Səs effektləri yalnız videolarda olur. Məsələn, videoda danışdığınız səsi uşaq səsi kimi, kişi səsi kimi, qorxulu səslər kimi müxtəlif səs növləri var. Belə çıxarda bilərsiniz. Burada təkrarla hissəsi var. Məsələn, mənim çəkdiyim klipi eyni formada yenə də təkrarlaya bilərəm. Döndər isə formasını dəyişdirir. Məsələn, sənin üzün tərəfədirsə o şəkili döndərə bilər. Üzü yuxarı edə bilər, üzü aşağı edə bilər. Dondurmaq videonu yavaşlatmaq deməkdir. Əks isə videonu tərsinə qayıtmasıdır. Zəifləmək isə bunu özünüz ölçüsünü seçə bilərsiniz. Zəifləmə, yavaş zəifləmə, möhkəm zəifləmə. Formatlarımız hal-hazırda bunlar idi. Videonun daha uzun olmasını istəmirəm. Əgər istəyirsinizsə ki, hansısa bir videonu editləyim, sizlərlə paylaşım, kanalıma abunə olub, videoya like atıb, yorumlarda fikrinizi bildirə bilərsiniz. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.